Salam dostlar, üslü funksiya ilə bağlı belə bir çalışmanın həllinə baxaq. A parametrinin hansı qiymətində f(x) bərabərdir 3a minus 5 üstü x üstəgəl a kvadrat çıx 8a plus 17 üslü funksiyasının qiymətlər çoxluğu 5 müsbət sonsuzluq olar. Bilirik ki, f(x) bərabərdir a üstü x, yəni üslü funksiyanın qiymətlər çoxluğu 0 müsbət sonsuzluq aralığıdır. Bizə verilən bu funksiyanın qiymətlər çoxluğunun 5 müsbət sonsuzluq arası olması üçün a kvadratı çıx 8a plus 17 ifadəsinin 5'ə bərabər olması lazımdır. Bunun üçün alırıq ki, a kvadratı çıx 8a üstəgəl 17 bərabər olmalıdır 5'ə. Buradan alırıq ki, a kvadratı çıx 8a üstəgəl 12 bərabərdir 0. Bu tənliyi həll etsək, alarıq ki, a1 bərabərdir 6'ya, a2 bərabərdir 2'yə. 3a minus 5 üstündə x üslü funksiyasının, yəni bu ifadənin üslü funksiya şərtinin ödənməsi üçün 3a minus 5 böyük olmalıdır 0'dan. Yəni a böyük olmalıdır 3'də 5'dən. Və 3a minus 5 fərqli olmalıdır 1'dən. Yəni 1 üslü x funksiyası üslü funksiya şərtini ödənmir, yəni sabit funksiyaya çevrilir. Buradan alırıq ki, 3a bərabərdir, yəni fərqlidir. 5'i sağa keçirsək 6 olur. Yəni a fərqli olmalıdır 2'dən. Biz isə tənliyin köklərini 6 və 2 almışdıq. Deməli a 2 ola bilməz. Çünki a 2 olsa bu üslü funksiya şərti ödənməyəcək. Ona görə 2'nin üstündən xətt çəkirik. Deməli bizim cavabımız olacaq a bərabərdir 6'ya.